Regionda tarixi, diplomatik gəlişmələr yaşanır. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Nikol Paşinyanın konstruktiv rolunu dəstəklədiyini bildirib ki, bu da İrəvan üçün böyük bir siqnaldır. Ən maraqlı xəbər isə dəmir yolları ilə bağlıdır. Azərbaycan və Ermənistan tərəfi 1993-cü ildən bəri işləməyən Sədərək-Yeraz xəttinə birgə baxış keçiriblər. Bu kiçik sahənin bərpası, Bakıdan birbaşa İrəvana qatarın getməsi və Zəngəzur dəhlizinin ən önəmli elementinin işə düşməsi deməkdir. Hələ ki siyasi qərar verilməsə də, texniki vəziyyətin qiymətləndirilməsi prosesi artıq başlayıb. ABŞ prezidenti Donald Trump Türkiyə prezidenti Recep Tayyip Erdoğan'a mühüm bir təklif göndərib. Trumpın Qəzza zolağında yaratdığı sülh şurasında Türkiyə prezidentinin də üzv kimi iştirak etməsinin təklifini edib. Türkiyə prezident administrasiyasından verilən xəbərə görə, bu addım regionda sülh üçün Türkiyənin stratejik rolunun ABŞ tərəfindən tanınması kimi qiymətləndirilir. Bu yaxınlaşmanın isə yaxın şərqdəki gərginliyi necə azaldacağı bütün dünya mediasının diqqət mərkəzindədir. Texnologiya dünyasında isə milyardların savaşı başlayıb. Elon Musk, OpenAI və Microsoft şirkətlərindən 134 milyardlıq təzminat tələb edir. Elon Musk'ın iddiasına görə, OpenAI onun 2015-ci ildə yaratdığı investisiyadan sui-istifadə edərək qeyri-kommersiya xarakterini gizlədib və böyük mənfəət götürüb. İndi o, şirkətin 500 milyardlıq bazar dəyərində öz payını tələb edir. OpenAI isə bu iddianı Musk'ın təzyiq kampaniyasının bir hissəsi adlandıraraq ittihamları rədd edir.